Herkese salam, yenə mən. Və bugün Egeostor oyununda keçən dəfə yadınızdadsa Azərbaycan ilə Gürcüstan və Ermənistan almışdıq. Və sərhədimizdəki ölkələrlə ilişkiləri yaxşı tutmalıyıq. Məsələn, onlardan biri Rusiya. Rusiya ilə neçədir? -35. Bunu yüksəltməliyik. Çünki niyə? Rusiya bizə savaş açsa içimizdən keçər. Və dünyada da ikinci yerdədir gördüyünüz kimi. Bəli, keçən videoda dediyim kimi, əgər yadınızdadsa, video 2 nəfər baxıb, amma nəysə. Bəli. Nəysə, yadınızdadsa Türkmənistan və Özbəkistanı alacam demişdim. Çünki ərazimizi böyütməliyik və həmçinin də ölkəni gücləşdirməliyik. Sonra yatırımlar edəcəyik, ekonomik və nüfus yatırımları. Amma ondan əvvəl bir şey eləmək istəyirəm. Bir balaca torpaq Balkanlardan bizdə olsun da. Nə olar ki, yəni nə ziyan olar? Ona görə də Bulqaristanı gözümə kəstirdim, türklər demişkən. Bulqaristanı işğal eləməliyəm. Niyə soruşsunuz, bilmirəm, nəsə ürəyim istədi. Balkanlardan istəyirəm ki, torpağım olsun. İndi biraz tur atlayaq ki, pılımız yığılsın. Mən bir 50.000 pıl yığıb gəlirəm. Bəli dostlar, gördüyünüz kimi 101.000 pıl yığdıq. 50.000 yığdım, amma bu qədər yığdım. Bulqaristanın birinci ekonomisinə, nüfusuna baxaq. Ekonomisi 45.000-dir, nüfusu isə 309.000-dir. Əslində o qədər də zəif ölkə deyil, amma bizim qarşımızda zəifdir, bəli. Nəysə, indi ordunu basaq. Bəli, görürsünüz kimi pılımız qutardı. Pılımız hətta mənfiyə düşdü. İndi ordularımızı bir Tiflisə yığa görə nə qədər ordumuz oldu? Bəli, 20.000 ordumuz var imiş. İndi bu ordunu çıxardırıq Qara dənizə. Bəli, artıq ordularımız hamısı dənizdədir. İndi isə Bulqaristan tərəfliyə gedirik. Hə, çatdıq. İndi Bulqaristana savaş ilan edəcəyik. Savaş ilan edəcəyik. Bu 20.000 ordunu 3 yerə böləcəyik. Nə qədər düşər də. 6.000 bura, 6.400 bura, 7.600 bura. Oy, dediyim kimi, baxın gördünüz dostlar, gözlənilməz hadisə. Amma məncə elə bunun bütün gücü bu idi, bundan başqa inanmıram gücü olduğunu. İndi bu ordu ilə bura saldıracam, 7.000'i də bura gətirəndən sonra hər şey əla olacaq. Aha, əla. İndi burada 6.000'i, burada 4.000'i 2 yerə bölək, 2.000 şəklində. 6.000'i də bura verək. Biz indi tur atlayaq görən olur. 1400 qəşəng. Yəni gördüyünüz kimi qarşımıza dura bilirlər. Əla. 560 oldu bu əldə. Və gördüyünüz kimi paytaxtlarına qədər gəlib çıxır. Bulqaristanın indi buradan alaq. Buradan bunu 4.000'i də 2.000'ə qoyaq. Hə, 2.000 payladıq. Deməli, əla. Başarılı. Bir dənə də əla. İndi isə keçək barış müzakirəsinə. Tərəfləri göndər və əla. Artıq gördüyünüz kimi Balkan qapıları özünüzə açıldı. Bugünlük bu qədər. Özünüzə yaxşı baxın və kanala abunə olmağı, video bəyəndiyseniz like atmağı unutmayın. Sevilirsiniz. Bay bay.